Xoş gördük, dəyərli pasientlər. Keçən ay alnıma bir ədəd hicama tətbiq etmişdim və nəticəni sizinlə paylaşmışdım. Bu dəfə prosesi genişləndirdim. 3 vanka alın nahiyəsinə, 1 vanka isə üz nahiyəsinə. Bu hicama sadəcə görüntü üçün deyil, maarifləndirmə və real fayda məqsəd daşıyır. Gəlin, alın və üz hicamasının faydalarından bir daha danışaq. Alın və üz hicamasının faydaları bunlardır. Beyin və üz nahiyəsində qan dövranını gücləndirir, üz sinir oynamasına kömək edir, stres, gərginlik, baş ağrılarını azaldır, üz sinir insultunun riskində dəstəkvari rol oynayır. Xüsusilə üzdə keyinmə, asimetriya, mimika zəifliyi yaşayanlar üçün vaxtında və düzgün edilən hicama çox önəmlidir. Qeyd edim ki, bu tətbiq hər kəs üçün eyni şəkildə edilmir. Yaş, ümumi sağlamlıq, sinir vəziyyəti mütləq qiymətləndirilməlidir. Əgər səndə üzdə keyinmə, mimika zəifliyi, sinir problemləri, baş və alın gərginliyi hiss edirsənsə, mütləq şəkildə bizə müraciət et, hicama planını təyin edək.